Salamünaleyküm dəyərli şagirdlər. Kimya test toplusu 1-ci hissə 2025-ci il hidrogen, oksigen, su bölümündə olan oksigen alınması xassələri mövzusunun suallarına bərabər baxaq. Bismillah. Sual 1. Sənayədə oksijeni nədən alırlar? Dəyərlər, sənayədə oksijeni maye havanın distilləsindən alırlar. Ona görə düzgün cavabımız olacaq C variantı. Sual 2. Havanın tərkibində hansı qazların miqdarı daha çoxdur? Havanın tərkibində həcmcə 78% azot, 21% oksigen var. Ona görə düzgün cavabımız D variantı olacaq. Sual 3. Havanın əsas tərkib hissəsini təşkil edən qazları göstərin. Havanın əsas tərkib hissəsi 78% azot, 21% də həcmcə oksigendən ibarət olduğundan düzgün cavabımız E variantı olacaq. Sual 4. Bizə bir gözəl göyçək bir reaksiya verib və orada da Y alınıb. Deyir ki, reaksiyadan alınan Y maddəsi üçün hansı ifadələr doğru deyil? Öncəliklə, baxın, doğru deyilin altından bir xət çəkirəm ki, məndən doğru deyili istəyir, doğrudur istəmir. Sonra baxırıq reaksiyaya. Bu reaksiyadan alınacaq oksigen qazı, yəni Y-in yerində nə olmalıdır? Oksigen qazı olmalıdır. Yəni, indi biz oksigen üçün doğru olmayan ifadə axtarmalıyıq. 2 atomlu və əsas maddə reaktoru, bu doğrudur dəyərlər. 0,1 molun kütləsi 3,2 qram imiş, bu da doğru ifadə imiş. Gəri 2,24 litrində 6,2 vursa 22 molekul var. Bu da doğrudur. Çünki bu 0,1 mol deməkdir. Bu da 0,1 mol deməkdir ona görə. Sorum gəldi. Azot monoksidlə eyni qabda saxlamaq olar. Baxın, bu yanlış fikir idi. Niyə? Çünki azot monoksidlə bu adi şəraitdə reaksiya girir. Onların ikisini bir qabda saxlamaq olmaz. E variantında yanmaya kömək edir fikri də. Bu da doğru fikirdir. Yəni, bunu da götürməyəcəyik. Sual 5. Eyni miqdarda götürülmüş maddələrdən hansının termiki parçalanmasından daha çox oksigen alınır? Gəlin bunu bəlicə balacalaşdıraq. Özüm üçün qəşəng bir yeri hazırlayaq. Dəyərlər, baxın, burada məsələ nədir? Gəlin bir-bir bu reaksiyaları yazaq. A variantındakı reaksiyamız necədir? A variantında bizə deyir ki, kalium xlorat. Kalium xlorat, baxın, bu maddədir. Kalium xlor O3. Bunu da biz paramparça eləsək alınacaq kalium xlor üstə yarım O2. Bu mübarək maddənin adı eyni zamanda bertolliya duzudur. Dəyərlər, bunu əmsallaşdırmağa başlasaq, bunun qabağına 2-də 1 atdıq mı, daha doğrusu 2-də 3, yəni 1,5 atdıq mı, məsələ bitdi. B variantındakı reaksiyaya baxaq. B variantındakı reaksiyada kalium permanganat verilib. Yəni kalium mangan O4. Bu da paramparça olunanda alınır. Kalium 2 mangan O4 alınır. Mangan O2. Bir də nə alınır? Alınır O2. Dəyərlər, bu reaksiyamızda da deməli, sadəcə oksigenin qabağına, yox, sadəcə oksigenin qabağına atmayacaq. Deməli, baxın, bunun da qabağına 0,5 atacaq ki, bir dənə olsun qoy. Bunun da qabağına 0,5 atacaq. Deməli, neynədir bu? 2 dənə oksigen burada var, bir dənə oksigen burada var. Bir dənə də oksigen burada. Bunun da qabağına 0,5 atdıq mı, məsələ bitdi. İnşallah ki, səhv eləmədik. 1, 1, burada da 2. Elədir, 4 dənə, burada da 2. Hə, doğrudur. Sorum keçək C variantındakı reaksiya. C variantındakı reaksiyamızda civə 2 oksid. Civə 2 oksid dediyimiz, baxın, bu mübarək zatdır. Bunu da parçalayanda alınacaq civə və alınacaq oksigen ki, bu oksigenin qabağında 2-də 1, yəni 0,5 atdıq mı, məsələmiz bitdi, əmsallaşdırıldı. D variantında göstərilən maddə natrium nitratdır. Natrium nitrat natrium NO3 şəklindədir və bunu da paramparça eləyəndə alınacaq natrium NO2, üzərinə gəlim O2, bunun qabağına da 0,5 atsaq, məsələ bitdi. Sonra Y variantındakı maddəmiz nədir? Deyir ki, kalium nitrat. Kalium nitratda baxın bu maddədir. Kalium NO3. Bunu da elə paramparça eləyəndə alınacaq kalium NO2 üzərinə gəlirəm 0,5 O2. Fikir verdinizsə, mən niyə 0,5, 1,5 atdım? Əslində bunlar həqiqi əmsallar deyirlər. Təbii ki, bunları ən kiçik tam ədədlərə çevirmək lazımdır. Sadəcə olaraq baxın, məsələnin şərtində bizə nə deyir? Eyni mol miqdarda götürülmüş. Ona görə mən hər birindən 1 mol götürdüm ki, məsələnin şərtinə uyğun geçsin söhbətimiz. Sorum nə demişdi? Demişdi, daha çox oksigen alar. Fikir verirsə, bütün reaksiyalarımızdan 0,5, bir dənə birinci reaksiyamızdan 3 bölünsün ki, yəni 1,5 qədər oksigen alınacaq. Yəni düzgün cavabımız olacaq A variantı. Sual 6. Hansı maddə silisium dioksid, karbon dioksid və xlorla reaksiya daxil olunur? Düzgün cavabımız Y variantıdır. Niyə? Dəyərlər, silisium və karbon. Bunların hər ikisi 4-cü qrup elementdir və 4-cü qrup elementlərində baş oksidlərinin formulu RO2 şəklindədir. Mənə də deyib ki, silisium dioksid, karbon dioksid, yəni baxın, bunlar silisium O2, CO2, bu iki maddədir. Və gördüyünüz kimi, burada silisium və karbon baş oksidindədir. Hə, element baş oksid əmələ gətirərkən bu oksid, oksigenlə reaksiya daxil olmaz. Yəni, oksigenin doyub.
Belə deyək. Sonra bir də bizə deyir ki, xlorun reaksiya daxil olmaz. Ümumiyyətlə oksigen heç bir halogenlə reaksiya daxil olmur. Onlar düzgün cavabımız Y variantı oldu. Sual 7. Hansı duzların termiki parçalanmasından laboratoriyada oksigen alınır? Değerli dostlar, düzgün cavabımız olacaq yalnız 3 kalium permanganatın parçalanmasından. Niyə deyirəm? Baxın, birinci reaksiyanı gəlin parçalayaq. Birinci reaksiyamızdan NH4, NO3 parçalanır. Buradan alınır N2O, üstə gəlim H2O. Oksigen aldığımı? Xeyr. İkinci reaksiyamızdan kalium HCO3 bu alınacaq kalium 2CO3 üzerine gəlim CO2 üzerine gəlim H2O. Oksigen aldığımı? Xeyr, amma kalium mangan O4 bunu biz parçalasaq alınacaq kalium 2 mangan O4 üzerine gəlirəm mangan O2 və sizi təbrik edirəm, alınır O2. Gördüyünüz kimi oksigen aldıq. Onu düzgün cavabımız yalnız 3, yəni A variantı. Sual 8. Hansı duzların termiki parçalanmasından laboratoriyada oksigen alınır? Düzgün cavabımız olacaq 3-cü reaksiyamız. Niyə? Çünki bu reaksiyadan alınacaq kalium NO2 üzerine gəlim O2. Qalan başqa reaksiyalar. Məsələn, birinci reaksiyamızdan alınacaq NH3, CO2 və H2O. Yəni oksigen alınmayacaq. İkinci reaksiyamızdan alınacaq kalium karbonat, yəni kalium 2CO3 üzerine gəlirəm CO2 üzerine gəlirəm H2O. Gördüyünüz kimi oksigen alınmadı. Yəni bunlardan oksigen almayacaq. Yalnız 3-dən, yəni A variantından oksigen almış olacaq. Təbrik edirəm. Sual 9. Hansı maddənin yanması zamanı ağ tüstü əmələ gələcək? Düzgün cavabımız olacaq C variantı. Baxın, fosfor yanında əmələ gəlir P2O5 ki, bu maddə də ağ tüstüdür. Sual 10. Hansı maddənin yanması zamanı kəskin iyili qaz əmələ gəlir? Düzgün cavabımız olacaq gördüyünüz Y variantı. Niyə? Çünki kükürt üzərinə gələn oksigen alınacaq SO2 qazı. Bu da kəskin qoxulu bir qazdır. Sual 11. Hansı maddənin oksigen reaksiya daxil olur? İlk iki maddəyə diqqət edin. Bu iki maddədə elementlər baş oksidlərindədir. Yəni karbon 4-cü qrup elementidir. Elə burada da valentliyi maksimumdadır. Yəni 4-dədir. Daha bundan artıq bu oksigen birləşdirə bilməz. Üçüncü maddəmiz dəm qazıdır. Element əgər aşağı oksidaşma dərəcəli oksid əmələ gətiribsə, biz bunu oksidləşdirməklə yüksək oksidaşma dərəcəli oksid ala bilərik. Yəni burada karbon müsbət 2-dir, burada karbon müsbət 4-dür. Sonra Sink S. Bu gördüyünüz maddənin də oksigenlə reaksiyasından belə təsəvvür edək dostlar. Birinci kükürdü görmədik. Sinklə oksigen reaksiya girsəydi nə olardı? Alınardı sink oksid. İndi təsəvvür edin, sinki görmədik. Kükürdlə oksigen reaksiya daxil olsaydı nə olardı? SO2 alınardı. Gördüyünüz kimi reaksiyada getdi. Ona düzgün cavabımız 3 və 4, yəni A variantı olacaq.